Metastazların əməliyyatla çıxarılması. Metastaz bir orqanda yaranan şişdəki onkoloji hüceyrələrin qan və limfa sistemi ilə digər orqanlara sıçrayıb orada da şiş ocaqları əmələ gətirməsidir və onun çıxarılmasına metastazektomiya deyilir. Ən çox metastaz rast gəlinən orqan bədənimizdə qaraciyərdir. Çünki qarın boşluğunun əksər orqanlarından gələn qan qapı olaraq qaraciyərdən keçir, detoksikasiyaya məruz qalır və sonra ümumi qan dövranına keçir. Buna görə də onkoloji hüceyrələri ilk tutan orqan qaraciyər olmuş olur və onda metastazlar, yəni şiş ocaqları əmələ gəlmiş olur. Çox illər əvvəl belə hesab eləyirdilər ki, əgər bir orqanın şişinin metastazı qaraciyərdə rast gəlinibsə, ona artıq toxunmaq lazım deyil. Amma hal-hazırda tibb inkişaf etdikcə göstərdi ki, bu metastazları cərrahi yolla tam olaraq çıxartmaq həm sağ qalımı artırır, eyni zamanda da tam olaraq şişdən qurtulmanıza səbəb olur.